İnanırıq ki, bu ağaclar böyüyəcək, bol budaq atacaq və bu uşaqlar gələcəkdə öz övladları ilə, öz ailə üzvləri ilə gələcək və məhz bu ağacı göstərəcək və bu ağac mən əkmişəm deyəcək. Biz bu şam ağacını bizim qəhrəman şəhidimiz Paşa Mehdiyevin xatirəsinə, onun bizim xalqımıza əmanət olan övladı etibarla əkdik və biz ümid edirik ki və inanırıq ki, bu ağac burada böyüyəcək, boya başa satacaq və Şuşa şəhərinə ziyarətə gələnlər məhz ilk ziyarət edəcəkləri yerlərdən biri də bu park olacaq. Çünki bu parkı şəhidlərin övladları salıblar. Bu parkda dalğalanan bayrağı Ali Baş Komandanımız Şuşa işğaldan azad olunandan sonra bayraq qaldırıldığı həmin parkdır və bu park Şuşanın qonaqlarının bir ziyarətgahı olacaq və inanırıq ki, Şuşanın bir simvoluna çevriləcək bu park.